Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün öz bölgəmizə uyğun, dadlı, ləzzətli kələm dolması hazırlayacağım. İnanın xanımlar, çox ləzzətli alınır. Siz də hazırlasanız çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Kələm dolmasını bişirmək üçün yağlı qoyun ətindən istifadə etmək lazımdır. Əvvəlcə əti ətçəkən maşından keçirirəm. Daha sonra isə 2 ədəd soğanı, eləcə də qırmızı və yaşıl biberləri də ətçəkən maşından keçirirəm. Mən dondurucuda saxladığım biberlərdən istifadə etdim. Ətin üzərinə yumru düyü tökürəm. Düyünü əvvəlcədən yumuşam. Bir dəstə doğranmış keşniş. Zövqə görə duz. İki yemək qaşığı pomidor şirəsi. Pomidor şirəsini 1 yemək qaşığı tomatla da əvəz etmək olar. Yarım çay qaşığı darçın, yarım çay qaşığı zəncəfil, biraz sarı kök, eləcə də qara istiot əlavə edib bütün ərzaqları yaxşıca qarışdırıram. Kələmi yaxşıca yuyuram. Kələm yaxşı açılmadığı üçün mən ayrıca qazanda qaynar su qoyuram. Suyun içərisinə duz tökürəm. Və kələmi bütöv halda qazanın içərisinə yerləşdirirəm ki, suyun istiliyinə yarpaqları yaxşıca açılsın. Biraz beləcə saxladıqdan sonra digər üzünü də çevirirəm. Belə olduqda asanlıqla yarpaqlar açılır. Yarpaqları suyun içərisinə yerləşdirirəm və yumuşalana qədər saxlayıram. İndi isə dolmanı bükürəm. Mən uzunsov formada bükmədim, şəkidə adətən belə formada bükülür. Baxın, bu qayda ilə büküb qazana və yaxud da tavaya yığa bilərsiniz. Dolmanın hamısını bükdükdən sonra sonda dolmanın üzərinə heyvə dilimləri qoyuram. Heyvə dilimləri də dolmaya xüsusi ətir verir. Sonda dolmanın üzərinə şiş boşqab yerləşdirirəm və qazanın qapağını örtüb vam odda bişməyə qoyuram. Qeyd edim ki, dolmaya su tökməyə ehtiyac yoxdur. Tamamilə zəif odda dolmanın öz suyu çıxır və bişənə qədər beləcə qaynadılır. Suyu tamamilə çəkilib yağa düşəndə dolmanı ocaqdan götürürəm.
Daha sonra isə boşqaba tökürəm. Əziz xanımlar, artıq mənim yeməyim hazırdır. Əgər siz də mənim yeməyimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.